Herkese selamlar dostlar. Bugün yeni bir car parking videosu ile tekrardan karşınızdayım. Xəstəliklər bütün məni nəcünə saldı. Düzdür, biraz özüm şişirdirəm, o qədər də pis vəziyyət salmayıbdır. Amma nəsə, sağalacaq yavaş-yavaş. Ancaq isti çay içirəm. Heç nə yemirəm, heç nə içmirəm. Sadəcə isti bir dənə çay içirəm, başqa heç bir şey. Nəysə, bugün yeni car parkingdəyik və car parkingdə başlıqdan da gördüyünüz kimi 50 milyon pul ilə, daha doğrusu 48 milyon 889 min 900 dollar ilə bir maşın almaq challenge çəkirəm. Yəni bizim belə bir şeydə çəkmişdik biz bunu, amma bunun başqa versiyası. Server gəzərək həmin o maşınları almaq. Mən bir serverdə qalırdım və odaları dəyişdirdim. Məsələn, 12 oda limiti var idi, 6 oda limiti var idi. 6 odada 50 milyonu bitirməli idik. O formada bir şeydi. Amma mən bu dəfə başqa bir şey elədim və elə bir server gəzməyi 50 milyondan qatışdırdım bir şeyi. Çıxartdım. Yəni horrada belə bir şey xaşıl düzəltdim. Hər nəsə. Şöyle bir də onu demək istəyirəm. Biz yavaş-yavaş keçək oyunumuza. Məsələn, bu dəfə Gürcüstan serverini yoxlayacağıq. Görək bura necədir və bir dəqiqə baxmaq istəyirəm neçə nəfər var. 314. Yeni güncəlləndi üçün ola bilər. Biraz da çox olsaydı yaxşı olardı. Normal deyil. Yəni 1000 falan gözləyərdim gürcülərdən nəsə. Cəmaatı onların ozda nə bilim nə qədər əhalisi var idi. Bir dəqiqə tam dəqiq məlumat üçün gəlir. Baxdım. 3 milyon baxmadım. 3 milyon 716 min 900 nəfər imiş. O 900 nəfər bilmirəm hardan çıxdı. Mən nəsə maşın sürəmirəm, zibilə qalasın. Sən heç bir şey eləyəmirəm. Vallahi da billahi da etsən. Butonların hamısı getdi. Yəni təzdən çıxmaq da olmur. Uşaqlar, nə deyirdim? Bir də uşaqlar, sizdən bir şey istəyirəm. Hər videonun altında bundan sonra mən çəkəcək bir oyun tapmıram. Sizə maraqlı gələcək bir oyunları bilmirəm də nə çəkəcəyimi. Onun uşaqlar, nə oyun istəyirsinizsə bir ara yazırdı, sonra nəsə kəsildi, ancaq gözəl yorumlarınızla qarşılaşıb çox təşəkkür edirəm. Nəysə. Yəni istədiyiniz, məndən istədiyimi qatdım qaçırdım. Sizin məndən istədiyiniz oyunların adlarını yazın. Anında gələcək o video. Məsələn, bugün yazdınız. Məsəl üçün də bir də ki ayrı videolardan bizim çəkmədiyimiz oyunları. Məsələn, yazdınız Car Simulator. Anında sabahsı gün Car Simulatordur. Amma mən kimi birinci görsəm onu yazdım. Yəni çox yəqin yorum gələcəyi üçün hər nəsə. 3 milyon 716 milyon 900 nəfərlik serverimizə gəldi. Əslində 314 nəfərlik serverdir. Nəysə də. Gedək görək. Bir də ki bu Range Rover çox qəşəngdir. Yəni mənim çox xoşuma gəldi. Bunu isə canlıda vermişlər bizə. Sağ olsun qardaşımız. Hər nəsə. Maşın falan satan var. Bir dənə Gürcücə bir yazı gəldi. Görək bu maşın necə bir maşındır. Qısacası deyə bilərəm söp. Yəni server nə bilim, keçək o bir serverə. Nə qəşəng 17-dir. Ay, gəlsən, ay 17. Ay, bir dəqiqə, şəkil çəkəcəm. Ay, qaçmadı, yan söz deyirəm. Ay, çıxdı 7-dən 17. Hər də şeylər, ikinci serverimizdəyik. Birinci server gördüyünüz kimi çöp oldu. Aha, ikinci serveri gəldi. Çıx, biyabır olduq, çıx. Gəldik, maşın da yekədir, görmək olmur adam qabağını. Hər nəsə, gəldik, üçüncü. Ay, məni niyə ancaq eyni odaya atırsan? Başqa odaya at. Hər nəsə uşaqlar. Neyinirik? İnşallah yenə bizi həminki odaya atmayacaq ümidi ilə. Ümidi kimlər? Ümidi olar o. Ümidi ilə girdik odamıza. Burada babular var. Nə bilim, Sandrolar var. Mediyalar var. Vınaxav aba var. Məsələn, qəribə insanlar çoxdur. Mən şu maşın dəyişmək istəyirəm. Çox yekədir. Yenə həminki odaya atsa oyunu siləcəm. Bu nədir? Qəşəng bir maşın oxşadı. Düş, da pasyak. Gözəl bir maşınla qarşılaşdı. Qardaşım %100 al. Krom diskli, süper. Vallahi billahi krom diskli maşın aldım. Mən aldım da yəqin. Qəşəng. 6 milyona qəşəng bir maşın aldıq. Biraz sürmək istəyirəm. Baba, odanı bəyəndim. Buranı bəyəndim. Qəşəng. Çöp. Bir daha krom təkəri var. Başqa heç nə yoxdur. Nə sürət falan yoxdur. Neçə heç bir Allah bilir hər nəsə. Bu da qəşəngmiş. Bunu satsalar alaram.
Bir dəqiqə, biraz gözləyəcəm, bəlkə satdılar, bəlli ki. O da bəlli ki, amma mənim bunda çizimin var idi. Amma bu da qəşəydi də. Baxarıq da. Lazım görək satırlar. Baba zənginlə qarşılaşdıq. Baba zənginin bir dənə elə bir şey çizimi falan yoxdur. Sadəcə adı zəngindir. Adı da zəngin var, özündə zənginliyi yoxdur. Nəysə bu da yəqin türk falandır. Hər nəsə. Hətta burada başqa məşğulat var. Keçək 4-cü odamıza. Düzdür, sayılır bu 3-cü oda. Niyə? 4-nə daha biz 6-cı oda falan deməliyik. 3 dəfə eyni odaya atdı. Sağ olsun oyun. Nəysə belə bir də maşın alıb. Bunu biraz modifiyə edeyim. Orasına bir əl gəzdirək də. Bu üstündə mırtdaşla maşın özü kromdur. Yox da, inanmaram. Krom değilmiş, neyse. Bu kromdur. Əməlli başı kromdur bu. Vallahi bir şeyler. Bilirsiniz ki, renk dəyişəndə məsələn belə yazılar falan yazsaq, renk dəyişilsə də, nəsə buradan bir şey eləsələr, renk dəyişilsə, bu yazı belə dayana bilməz. Bunun sübutunu da eləyə bilərəm bu dəqiqə. Bir dəqiqə. Bir dənə məndə olmayan bir maşın, nə alım? Hamısı məndə var. Baytladan var. Bir dəqiqə, bunu alaq. Bir dəqiqə. Vay, 750. Nəysə, heç olmaz. Bir dəqiqə. Hara girsən, bir dəqiqə, bunu indi gəldik, məsələn, bunu eləmək istəyirik sarı. Sarı indi atmalıyıq. Bunu da full, məsələn, də belə eləməliyik. Ardından da bu formada eləsək, məsələn, də indi bunu xrom eləməyə çalışırıq da desək. Deyək ki, bax, bu formada bir şey elə. Xromdur da indi öz aləmimizdə. Mən bura yazmaq istəyirəm, bulanlıq görünəcək. Baxın, çıxartma, nə qədər də belə ağ eləsəm, baxın bura. Nə qədər ağ eləsəm də bulanlıq görünür, boz görünür, baxın. Amma bunda, neysə, maşın hədiyyə verək ki, məsələn. Bir dəqiqə, hardadır maşın, hardadır, bir də burada. Amma bu maşında əməlli başı xromdur. Yəni, baxın, mən bura bunu qoysam, dəyişmir. Baxın, özü, burada da heç bir şey, yəni, yoxdur da. Heç bir şey dəyişdirməyiblər. Yəni, qəşəng. Xrom 6 milyon zor bir dənə maşın aldıq. Mən önce bunu yazmağa başlayayım. Nəsə üstünə bir şey yazdım. Şular, çox gözəl bir dənə maşın düzəltdim. Yəni, çox bir şey eləmədim. 2 dənə yazı atdım üstünə. Amma nəysə, bir də ki, dolandırıldıq. O, xrom deyilmiş. Elə bir rəngini düzəldiblər. Onu mən təzdən düzəltdim. Amma mən daha şey düzəltdim, Amma mən doğrudan daha şey düzəltdim. Arkasındakı birisi nə oxşuyur? O ki, nəsə yerə falan yağ tökülür. Sonra üstünə şampun tökülür, qatışır, belə bir şey yaranır. Arkadakı təkərin rənginə oxşuyur. Hər nəsə 757 XP. Bir də ki, belə bir şey yazdım yanına. O hardan ağlıma gəldi, xəbərim yoxdur. Hardası görmüşdüm yəqin. Nəysə, oyda, amma zor oldu ha bunun xromu. Doğrudan mənim xoşuma gəldi ki, qaz deyə bilərəm cəmaatı, xrom adından. Nəysə, görək burada nəsə satan varmı, yoxmu və daşırsan 29 milyon, 30 milyonu F1 satırlar. Amma məndə var deyə mən almayacağam. Deyəsən, burada boşdur. Şöyle belə deyim, bu serverə maşın almağa dəyər. Dəyər. Orta bir şeydir. Gəlin, gəlməyin. Belə bir şeydir. Atsan atılmaz, satsan satılmaz. Yəni, maşın satanlar var, yaxşıdır. Ucuz qiymət satırlar. Amma o deyil də, yəni. Daha çox danışırlar. Bir də ki, adam azdır. 314 nəfər çox azdır. Yəni, onun üzərindən belə deyim də, 6. Yəni, bu maşını belə aldım, mənə qazladılar, mən cəmaatı, bu maşını rahat cəmaatı qazlaya bilərsiniz də, amma eləməyirsiniz. Mən eləyirəm, siz eləməyin. Ben yaptım, siz yapmayın, nəysə. Yəni, cəmaatı bundan qazlaya bilərsiniz, belə maşınlar çoxdur. Burada hər yerdə belə maşın çoxdur. Gələ bilirsinizsə, gürcü dilini öyrənin, salamdan zatdan, yəni də, nəsə elə bir hello zat öyrənin, gəlin burada danışın da gül kimi. Amma yəni, maşın satmalıq bir yer deyilmiş. Yəni, özümüz də görürsünüz burada. Heç bir şey satmırlar, bax. Boş dururlar. Neyse, keçirəm o bir odaya. Ne deymiş olar? Bura çox mehriban cəmaat. Yəni bir hello yazsan, hellonun sırası 10-15 nəfər hello yazırdı, elə bir şey. Neyse, gəlir bu odaya, bu odada geçə 2 dənə maşın satırlar. Biri nədir? Biri boşdur, o birisi nədir? O birisi də F1-dir. Təzədən yeni odaya gəldik. Neyse, çıxaq o birisinə. Yeni bir odamıza gəldik. Bu maşın uçurmuş ya. Bu maşın hardan gəldi? Hardan getdi? Bu neçə HP-dir görəsən? 99. Aha, bir dəqiqə. Neçə? Ay, qiymət görəmirəm, bir dəqiqə. Çevir də. Bir dəqiqə. Neçədir? 20 milyona. 20 milyona yaxşıdır amma məndə var. Məndə yoxdur. Allah, məndə yoxdur. Al bunu. Doğrudan biz onu satmışdıq.
Satmışdıq, yadıma düşdü. O maşınlar hədiyyə verəndə biz onu satmışdıq. Qəşəng. 20 milyon aldıq, 21 milyonumuz qaldı. Gedirik bir dənə maşın almağa. Bir dənə maşınla gəldik. Bu deyə bilərsiniz uşaqlar, bu maşını 20 milyon aldın, 10 milyona da ala bilərdin. Bunu satırlara. Oha, 20 milyon al. Vallahi bilə məndə yoxdur. Qəşəng, nə qədər pulumuz qaldı? 2 milyon. Düzün desək bir dəqiqə, mən dəqiq olmalıyam. 1 milyon 806 min 4 manat. Nəysə, deyə bilərsiniz, bunu niyə 20 milyona aldın, 10 milyona da ala bilərdin. Uşaqlar, mən bunu necə bazarlığa sürüyüm? Yəni, bura gürcü serveri, dillərini bilmirsən. İngilis dilində danışasın, ingilis dilini bilməyən insanlar da var. Yəni, öz serverlərimizdə, türk serverində, Azərbaycan serverində onu eləyə bilərik. Amma bura sirənli maşınlar zətdə gəldi. İnşallah bunlar satmazlar. Yəni, satsalar çox pis olardım. Amma bizim də aldığımız maşın da pis deyil, ha. Pisiymiş. Nəysə, o qəşəngdir amma. Yo, mən bəyəndim. Onaylandı. Qəşəng 20 milyonda bunu aldıq və uşaqlar, bu günlük bu qədər olsun, hələ demirəm. Bir dəqiqə, aldığımız maşınlara baxaq. Biri bunu almışdıq. Bunu aldıq neçə milyona? Bunu aldıq 20 milyona və 1574 HP-dir. Sonra, bir dənə də maşın almışdıq. Hardadır? Yaladiyan. Bu Ferrari'dir. Hə, deyəsən Ferrari'dir. Bir dənə belə bir maşın aldıq. Bu 478 HP-yə 20 milyon aldıq. Hə, 20 milyona. Sonra bir dənə də burada belə bir maşınımız var. Bu da mən qazladılar. Mən cəmaatı qazlayacağam. Nəysə, 6 milyon. Əslində qazlamayıblar. Xromdur bu. Amma özümüz düzəldə bilirik də, problem odur. Nəysə, bu da xromdur. Bu xromluğunu necə yoxlaya bilərik? Ona bir daha baxaq. Baxın, xrom olmayan maşınların xromluğunu necə yoxlaya bilərsiniz? Düzdür, xrom olsa deyilsə, xrom nəsə də başımızı qatmayayım. Baxın, bura gəlirsiniz, arayüz var, qrafiklər var. Qrafiklərdən tazeliyi seçirsiniz, baxırsınız görüb. Deməli nəymiş? Təkərləri xromuymuş. Baxın, bu belə parıldayırsa, demək təkərləri xromdur, maşının özü xrom deyil. Yəni, sadəcə təkərlər xromdur. Qəşəng, problem yoxdur. Sadəcə baxın, ayarları girirsiniz. Qrafiklər oradan tazeliyi. Tazeliyi bağlayırıq bu formadadır. Yəni, xromuymuş. Dolandırılmadıq, şükür. Bunu da aldıq 6 milyon. 6 milyon xrom disk, yəni superdir məncə. Bunu rahat bir 20 milyon, 30 milyon satarım Türk serverində. Nəysə, aşağılar. Bu günlük bu qədər olsun. Gələn videolarda görüşərik. Sağ olun. Abunə olmağı, bir də like atmağı unutmayın. Bir də o dediyimi də yadınızdan çıxartmayın. İstədiyiniz oyunu yorumlara yazın. Mən onların hamısını oynayacağım. Çünki çəkməyə oyun tapmıram da. Sağ olun.